Salam dostlar. Bugün Manchester City ilə qapçısız rebuild etməyə çalışacağıq və Çempionlar Liqasını qazanmağa çalışacağıq və Premier Liqanı. Təbii ki də bunu qapçı olmadan eləyəcək, ancaq ki müdafiəmiz çox güclü olacaq. Görək necə olacaq. İnşallah Çempionlar Liqasını alarıq. İlk növbədə qapçıları sataq. Qapçılar da şu qurtarmaq bilmir. İndi biraz pul bırak oyuna. Çünki çox güclü müdafiə yığmalıyıq. En güclü müdafiəni almalıyıq da yəni. Van Dijk gəldi. Yəni qapçımız da ki Gündoğan olacaq. Yəni qapıya adam keçməli, ancaq ki 19 reyting olacaq da. Onsuz burada Ruben Diaz var. Başkasını almağa ehtiyac yoxdur. En güclü sağ beki de alır. Jules Koundé. Bunu da koyaq bura. Bir de sol müdafiə, sol canağı müdafiəçisi. O da Theo Hernandez. Gəlmədi. Şərəfsiz. Yarım müdafiə ya da hücum mənlidir. Biz burada qapçı rebuild edirik. Mövsümə Manchester United'lə Süper Kubokun finalında başlayırıq. Get. İki birinci oyunda. İlk oyundan bir kubok artıq getirir. Top bırakmadı. Ve bu oyunda top bırakmırıq. İki oyunu arda. Yeniden maç. Top bırakmırıq. Ben fikirləşmişdim ki çox çətin olar. Amma ki belə asanda doğru. Elə ilk turdan Qarabağ kupasında uzun. Kristofilası son dəqiqə qoluyla 2-1 duruq. Premier Lig Premier Liga 6 oyun 6 gol. Vedir Yemer'le başta. Everton'la da buradan. Onlar da. Sağ ol.
də. Bu kimdir? Esperant keçib qapıya. Hey. Legacy çempionluğu da əldən verəcək. Çempionlar Ligasında ilk tur PSV, ikinci tur PSG, üçüncü tur Sporting, dördüncü tur Monaco, beşinci tur Inter, altıncı tur Milan, yedinci tur Celtic ve sekizinci tur Sparta Praha. Yani ilk oyun Qarabağda Çempionlar Ligasına çıxıb Sporting'dən oynayacaq. Ayda PSV'ye gol vuran beni. Qarabağ 5-0 udub. Bu nə də? Galatasaray da Monaco ilə 0-0 qalıb. Və biz 23-cü yerdik. Halal olsun. Qarabağ 36-cı yer. Elə Avropa Ligasında da mövsüm İnşallah gələnlər hər şey yaxşı olur. Neçə top vurmuşuq, neçə top buraxmışıq. Bəzədələn. Hə. 16 oyuna çıxmışıq və 12 top buraxmışıq. Yəni ki, qapçısız heç də pis deyil. Mən fikirləşirdim ki, daha da çox buraxa bilərik. Ayda, PSG-yə 4-cü uduzluq. Həqiqətən Çempionlar Ligasında işlərimiz çox pis gedir. Çox bərbad gündədir. Qarabağda klub 1-2-yə 1-0 uduzub. Galatasaray görə eləyib. Fenerbahçe da buradadır. Galatasaray, hanı Galatasaray? Hə, bir de. Stuttgart'da 2-1 uduzub. Və biz neçənci yerdik yola? 27-ci yerdik. Və 2-2-2-2. Əla 3 şuduruq. Qapçısız hələ ki yaxşı gedir. Çempionlar Ligasında bir işlərimiz pis gedir. Bu ki, bu qalibiyyətlə inşallah yaxşı yerlərə çıxarır. Qarabağ işğalını aldı. Hələ 36-cı yerdadır. Halal olsun. Fenerbahçe 30'da. Galatasaray hanı? Hə. Galatasaray 27-ci yerdə. Manchester City ilə də biz 16-cı yerə işləmişik. Və birinci yerdə Inter'dir. Halal olsun. İlkay Gündoğan çıxıb qapıdan gəlib gol vurub. Oy. Bu necə? Yox, heç satmayacağım heç kimi. Onu seçdim. Bu da 2-2. Biabırçılıq. İkinci yerə düşmüşük. Halal olsun. İşlərimiz yaxşı gedir. Düzəldi. Ayda Qarabağ 2-1 uduzub. Görək üç komandalarını oynayıb. 2-2 PSV ilə Fenerbahçe oynayıb. Galatasaray görəmirəm yəni də. Galatasaray da Ludogorets'i 1-0 oldu. Bəla. Və Galatasaray 20-ci yerdə. Play-off'a düşə bilər. Əslində Fenerbahçe da düşə bilər. İstəsə Qarabağ da düşə bilər. Prosta ki, hələ 4 oyun qalıb da baxaq. Biz də 9-cu yerdəyik. Yəni elə ilk sezondan bu Premier Liga ilə Çempionlar Ligasına aparsaq əladır.
Bizim hədəfimiz bir dənə Çempionlar Liqası ilə Premier Liqadır. Galatasaray 11-ci yerdə bizdən qabağa gediblər. Halal olsun. Siz də hansı komandaları tutursunuz? Yorumlara yazın. Məsələn üçün Türkiyədən hansı komandanı tutursunuz? İngiltərədən hansı komandanı tutursunuz? Yazın. Və 4-1-də Leicester uduruq. FA Kuboku. Heç olmasa yəni buranı udaqdır. Yəni heyətimiz də belə pis deyil. Qarabağ Liverpool'la oynayacaq. Biabır eləməsinlər bir də bunları. Yaxşı qutarıb 1-0. Fener 3 uduzub. Galatasaray da 2 oldu. Galatasarayın işləri yaxşıdır. Playoff'dan da qabağa düşə bilərlər. İlk 8-ə. Yəni inşallah şansları var. Bir xal. Heç averaj da aralarında fərq. Şitov fərqi ilə. Yanlış da qalırlar. 2-1. Görək 13-cü yerə yüksəlirik. Brentford'a bir dənə məhv eləyək. Oyda Qarabağ Atletico Madrid'lə oynayacaq. 3-0. Real da Fener'i 4-0'du. Galatasaray Barcelona ilə 1-1 qalıb. Görürsünüz, sağ olsun. Və biz ilk 8-ə düşürük. Əla. Görək hələ heç nə bitməyib, hələ bir oyun var. Çox tez danışmayaq. Amma ihtimal var yenə də. 5-1. Bu da güzel. Deyən görüm də. İndi Haaland keçib, Esperant keçib qapıya. Haaland və Phil Foden'in qollarıyla qalib gəldik. Arsenal 4 xal qabaqlayırıq. Qarabağ Feyenoordla oynayacaq. Görən neçənci yerdədirlər. Hələ də 36-dan qutaranmayıblar. Yəni bu oyunu olsalar belə ən az 30-cu yerdə qutaracaqlar. Neyse. Yani çeviricilər. Ancaq biz ilk 8-ə düşdük. Əla. Galatasaray ilə Fənərə baxaq. Fənər 29-cu sırada play-off'a qala bilməyib. Galatasaray da 13-cü yerdə. Əla. Növbəti oyunumuza çıxırıq. 9-0 Blackburn uduruq. Arsenal'la aramızda 2 xal fərq. 2-1. Yəni qaçsız bunlar eləmək böyük işdir. Kunlər də. Chelsea 4 vururuq. Chelsea 9-cu yerdədir. Liverpool'la oynuyor.
Liganda kurtarmağına aldı. Farklı bakımda 5. tur. Arsenal'la oynuyoruz. 2-0. Yani en böyle rəqibimizdə 2-0 olsa deməli biz çempionuz. Her şey yolunda geçse inşallah. Galatasaray birinci oyunda Bayer Leverkusen'i 1-0'du. Halal olsun. Burada da seçim yoktu bizim komandalardan. Başakşehir Fiorentina'ya 4-1. Ümumi hesabda 6-1 ucuz. Sıfır. Oydu. 9 xal aramızda fərq var. Arsenal. Yani xalı kapatmaq böyük şeydi ama çətin. Çünki Leipzigə 3 uduzluqda deməli təhlükə var. Otuz oyun cəmi 1 məğlubiyyət. Səkkiz sıfır. Ayda bir suduzluq. İkinci məğlubiyyət. 4 xal atışdı aramızdakı fərq Arsenal'la. Belə gəlsə Əla 2-0. Oyda bəxtimizə düşən rəqibə bax. Neyse yaxşı. İkinci oyun üçün yaz. Yani heyətimiz belə pis deyil amma uduzurlar da. Qapçı çox şeyi həll edir. En güclü heyəti yığaq bura. Ya da stoper alaq. Yarım müdafiəmiz pis deyil, yenə də baxaq da bir də. Bellingham gətirək. 110 milyon. Gəlməz, gəlməz. Heç gəlməsin də. 121 milyona da gəlmədi. Olmasa o da qarcıyasın. 108 milyon veririk. O da gəlmədi. 118 milyon. 120 milyon verək. Axır ki. Şükür Allaha. Gözəl transfer oldu. Elə Bernardo Silva necə oynayıb? 42 oyun, 18 gol, 27 asist. Əla. Rodri 38 oyun, 10 gol, 14 asist. Bu da pis deyil. Bir dənə də Mbappe gəlsə, dəf kimi.
bir nəfər sataq. Oskar Bob. Vızgırt. $140 milyonluq bir təklif və gəldi. Baba gəldi baba. Yəni ki bu komanda da Çempionlar Liqasının bir dənə qapıcıya görə ala bilməsə, vay halımıza. Əla. Keçirik Bayern Münheni. Ayda. Galatasaray penaltilərdə uzub. Neynək, bura qədər gəlib çıxmaq özü böyük şeydir. Üç bir Arsenal silirik. FA Kubokundan. Yet Manchester City'yi deyirik. Mesela son bir oyun diyesen. Qapıcımız da Fulham'dan Malada. Evet, 2'də 1 tamamlandı. Bir də qaldı Çempionlar Liqası. Arsenal da bir Çempionlar Liqasından məhv edildi. Ligada 4-1, 3-1 udasan gəlib burada 1-1 qalır. (6-0) Premier Liqanı qurtarmağına bir oyun. Ayda. Çempionlar Liqasını almaq üçün məcburi xeyli alatar. Çempionlar Liqasında ikinci oyun. Turu keçirik. Evet, hayır, müdafiəmiz var kimidir. Dünyanın en yaxşı müdafiəsidir. Ona görə məncə az top buraxdıq. Yəni top buraxmağına çox top buraxmışıq. Prosta ki qapıcı olmadan yaxşıdır. İndi FA Kubokunla Liverpool'la finalda oynayır. FA Kubokunun bir əhəmiyyəti yoxdur yəni. Bizim əsas hədəfimiz Çempionlar Liqası ilə Premier Liqa idi. Premier Liqanı tamamlamışıq. Bir də qaldı Çempionlar Liqası. Barcelona da indi udacaq. Video bitəcək. İnşallah. Ey Allah. Halal olsun.